Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsində və terrorçuluğa qarşı mübarizə haqqında qanunda dəyişiklik edilməsi barədə qanun təsdiq edilib. Dəyişikliyə görə Cinayət Məcəlləsinə yeni 214.4-cü maddə əlavə edilib. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir. Bununla yanaşı 282-ci, yəni təxribat maddəsinin yeni redaksiyası müəyyən edilmişdir. Belə ki, artıq süni intellekt texnologiyalardan istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab ediləcək. Eləcə də Azərbaycanın müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmə məqsədi ilə müxtəlif üsullardan törədilmiş digər əməllər də təxribat hesab ediləcək. Prezidentin 8 may 2026-cı il tarixli fərmanla sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən olunub.